Değerli izləyicilər, bu evə evini satıb ev axtaranlar baxsın. Çünki bu evimiz 2 günə, 3 günə satılası evdir. Dostlar, evimiz Ramanda Tamstorun tam yaxınlığına yerləşir. Sənəd çıxarış, 4 otaq, evdəki bilirsiniz nədir? Super təmir. Kim evini satıb ev axtara bilmirsə, evi plana düşüb ev axtara bilmirsə, bu videoya ancaq həmən izləyicilər baxsın. Dostlar, evimiz çox səliqəli, həyət görsünüz tam hazır vəziyyətdədir. Avtomobil daxil olası həyəti var. İstəsəniz bisetka düzəldin. Çox qəsəbənin hündür yerində yerləşir. Ev haqqında çox danışmaq olar. İstəyirəm ki, bir dənə diqqətlə baxasınız. Yəni video öz sözünü deyəcək dostlar. Bax belə girəndə evimizə gördüyünüz kimi koridor sistemi, bax belə dekor burada çox belə sevgi dolusu bir evdir dostlar. Buyurun mən sizə burada qonaq otağımızı təqdim edeyim. Evimiz qonaq otağımız çox genişdir. Bax beləncə panorama pəncərə, göstərin izləyicilərimizə, tvistentin yeri, sportlardan istifadə olunubdur, ağ qapılar. Həqiqətində bir yarım saat pulunu danışa bilərəm. Ona görə ki, qısa olsun deyə tələsik çəkirəm ki, yəni bütün detallarını sizin nəzərdə çatdıra bilim. Kermograntin yeri hazırdır, bura mətbəxtimizdir. Çox belə səliqəlidir, məsləhətlidir dostlar. Və burada bir dənə şirin balacalar üçün otağımız var. Gördüyünüz kimi, aboylardakı səliqəlidir. Evin hündürlüyü də rahat 3 metr var. Bu da o deməkdir ki, dostlar, evdə oksigen, yəni çox olanda evdə balaca uşaq da olsa xəstələnmir. Bax, bura gördüyünüz kimi, dekor aboylardan istifadə olunubdur. İstənilən mebeli yığdıra bilərsiniz və burada da əlavə olaraq bir ailə yataq otağı, evimiz yenə deyirəm, 4 otaqdan ibarətdir, tam hazır vəziyyətdə. Palınızı, paltarınızı götürün, girin, yaşayın. Buradakı hamam otağıdır. Gördüyünüz kimi aksesuarlar var dostlar, qiymətə daxildir. Və evimizin yenə deyirəm, start qiyməti 105.000 manat, sənəd çıxarış, real alıcı olsa, endirim evin sahibi tərəfdən olacaq. Kimə maraqlı olsa bizdən əlaqə saxlasın. Bioda nömrəmiz qeyd olunubdur. Videonu bəyənib takip atmaqda unutmayın. Diqqətiniz üçün təşəkkürlər. Getdik.